Azərbaycan klubları 2026-27 mövsümündə UEFA-nın klub turnirlərinin seçmə mərhələsində uğurlu nəticələri ilə diqqət çəkib. Yenavaz.com xəbər verir ki, Football Meets Data-nin 13 avqust tarixli statistikasına əsasən Azərbaycanı təmsil edən klublar keçirdikləri 18 oyunda 11 qələbə, 3 heç-heçə və 4 məğlubiyyət əldə ediblər. Bu nəticə ölkə klublarının mümkün xalların 69%-ni topladığını göstərir. Azərbaycan bu göstərici ilə siyahıda 6-cı pillədə qərarlaşıb. Ölkəmizi yalnız Türkiyə, Xorvatiya, Avstriya, Portuqaliya və Niderland qabaqlayır. Ən zəif nəticələr Montenegroya məxsusdur. Ümumi siyahının sonuncu pilləsində Montenegro qərarlaşıb. Montenegro klubları mümkün xalların 0%-ni qazanıb. 10 oyunda 0 qələbə, 0 heç-heçə və 10 məğlubiyyət. Ən zəif nəticə göstərən digər ölkələr arasında San Marino, US, Malta və Şimali İrlandiya qərarlaşıb. 2026-27 UEFA seçmə mərhələsində mümkün xalların qazanılması faizinə görə keçmiş SSR ölkələri arasında vəziyyət belədir.